Yaxın günlərdə siqaretlərin qiymətində xeyli artım olacaq. Çünki gələn il yanvarın 1-dən etibarən tütün məmulatları üzrə aksiz vergiləri artırılacaq. Prezident İlham Əliyevin təsdiqlədiyi vergi məcəlləsinə dəyişiklikdə bu məsələ öz əksini tapıb, dəyişikliyə əsasən alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş, tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulları üzrə aksiz dərəcəsi 1000 ədədə görə yerli istehsal və idxalda 16 manatdan 25 manat 50 qəpiyə qaldırılır. İstehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər homogenləşdirilmiş və ya bərpa edilmiş, çeynəlilən və ya buruna çəkilən tütünlər üzrə aksizin dərəcəsi hər kiloqrama görə yerli istehsalda 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata qaldırılıb.